Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün yenə Biləcəri qəsəbəsində 2 sotda tikilmiş, inşa edilmiş 100 kvadratdan ibarət olan evimizi inşallah sizə təqdim edəcəyik, əziz dostlar. Ərazi olaraq çox əla bir yerdədir. Deməli, bura Məlik Əslanov küçəsi, Döngə 4 və Döngə 6-nın qovşağıdır bura, əziz dostlar. Döngə 4-dən də bura yol var, Döngə 6-dan da bura yol var. Yəni, təkrar edirəm. Binəqədi rayonu Biləcəri qəsəbəsi, Məlik Əslanov küçəsi, Döngə 4 yaxud Döngə 6. Hər iki küçədən əziz dostlar bura yol var. Evimiz qovşaqdadır. Çox gözəl bir ərazidə yerləşir. Köhnə məhəllədir əziz dostlar. Evimiz çöldən çölə 9-un 11-ə tikilib. 9-un 11-ə. Altında belə bir hündürlüyü var. Padval da demək olar, amma padvaldan hündürdür. Padval pilusu əziz dostlar. Orada yəni oturub durmaq üçün belə qonaq otaqda düzəltmək olar. O tərəfdə təqdim edəcək sanitar qovşağı var aşağıda. Tural, bir dənə evin ətrafını görsək, əziz dostlar. Oranın hər tərəfi qapısına, bəli, açıqdır. Açıqdır, yəni evin yanı. Böyrü və arxa tərəfi açıqdır, get görsək. Hər tərəfdən əziz dostlar 1 metr keçid var. 1 metr keçid var. Şey qardaşım, yuxarını təqdim edək. İnşallah. Bura eyvandır. Axırdır, bəli. Baxın əziz dostlar, belə bir balkonu var qəşəng. Evin giriş hissəsində rahat əyləşmək üçün yerdə düzəldilib hazır. Pəncərəsi də qoyulur. Qəşəng də gündə çıxıb. Bəli. Evdə görün. Hamam sanitar qovşağı bir yerdə. Əziz dostlar, gördüyünüz kimi bura qonaq otağıdır. Evimiz şəxsi evdir, şəxsi tikilidir. Təxminən 20 ildən artıqdır ki, bu evdə yaşayış var əziz dostlar. Remont da səliqəlidir. Burada artıq heç bir iş görülməyəcək əziz dostlar. Deməli, bax gördünüz mü qonaq otağı. 9 metrdir uzunu, 4 metrdə enidir. Neçədir var 9? 36 kvadrat edir də. Tam 36 kvadrat əziz dostlar. Və 2 yataq otağımız var orada. Qonaq otağına daxil oluruz. Sən görsə tural. Bir dənə ölçüləri təxminən gör, deyə bilirsən. 4-ün 4 yarım olmalıdır, səhv eləmirsən. Genişdir. Səhv eləmirsənsə 100% səhv eləmirsənsə. Hə, 4-ün 4 yarımadır. Baxın əziz dostlar, bu otaqda. Bu da yataq otağıdır, kifayət qədər genişdir. 4-ün 4 yarımadır, dəqiq yəni. Ola bilər orada 5 cm, 3 cm səhv eləyə bilərik. Mətbəxi də göstərək. Mətbəx. Bu görsə tural. Mətbəx də olar da təxminən 3 yarımın 3-ə. Belə bir ölçüsü olar. Gedək aşağıya padvalı göstərək. Aşağını da görsə tural. Yəni ki, aşağını da görsə. Qiymətini də çöldə inşallah deyərik. İnşallah, hə, biraz tez-tez hərəkət edə. Vaxtımız yetməsin. O tərəfi görsə tural. Qaran, oranı göstərək. Burada yəni dayanmaq, gəzmə yolu verin alt hissəsində. Baxın əziz dostlar, yer betondur, yer hissəsi betondur. İndi burada o işlər görülməyib, yəni hansı işlər? İstipol işləri burada görülə bilər, hal-hazırda görülməyib, amma kim hissəsi eləyə bilər əziz dostlar. Amma tavan hissəsi yerindədir, səliqəlidir. Baxın, burada da belə bir aşağıda yataq otağı kimi deyək, amma hal-hazırda bura əzdamı kimi istifadə, klavadovka kimi istifadə olunur, banka balon yığılır, gördüyünüz kimi. Buradan da pəncərəsi var, kiçikdir, amma pəncərəni böyütmək olar yəni. Gələcəkdə niyə deyirəm yataq otağı? Yataq otağı kimi buranı düzəltmək olar əziz dostlar. Olar. Bax, burada da 2 pəncərə var, bunları da böyütmək olar. O biri alt hissəsində də hamam sanitar qovşağı var. Geç tural, təqdim elə. Görsə qaranı. Kifayət qədər genişdir əziz dostlar. Bura hal-hazırda istifadə olunmur, amma istifadə yararlıdır, belə deyək. Hamam da sanitar qovşağıdır, bizi ayrıdır. Genişdir çox. Gəl qardaşım. Keç bu tərəfə. Demək əziz dostlar, yəni sonunda qeyd edeyim, evimizin bütün kommunal xətləri yerindədir. Yəni sayğacılar yerindədir əziz dostlar. Evimiz əla bir yerdədir, yəni də təşkil Biləcəri qəsəbəsindədir. Qiymət də bugünkü gün üçün münasib qiymətdir. 95.000 manata çıxıb satışa ev sahibi tərəfindən əziz dostlar. İnşallah real müştəriyə endirim olunacaq Allahın köməyi ilə. Allah alana da, satana da, əziyyət çəkən hər bir kəsə də xeyir versin inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənin. Videolarımızda rəy yazmağı unutmayın ki,
növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin. Bir də qeyd edək ki, evin üst tərəfi də yəni tok sistemimizə keçmir. Yəni bilirsiniz ki, yəni yüksək gərginlik xətləri keçmir. Evimizdə gördüyünüz kimi diqqətlə inşallah ki baxmısınız.